Mən hüquqşünasları seyircilərə bugünkü videoda məlumat verəcəm ki, bu halda nə edəsiniz ki, həm pensiyanı bərpa edəsiniz, həm sosial yardımı, həm də əyriyi bərpa edəsiniz. Qeyd edin ki, mən özümdə əyriyi olan şəxsən əyri arabasındayam. Hörmətli izləyicilər, mənim əziyyətim hədər getməsin deyə videonu bəyənin və YouTube kanalına abunə olun. Eyni zamanda kimin imkanı varsa, videodan fayda gördüysə, imkan daxilində iyanə edin kanala. Mütləq qeyd edirəm. Mən özümdə yer açıram. Orada hukuki yardım göstereceğim, güçleştiği, aynı zamanda ev dostlarımın her işini satacağım. Yani para ihtiyacı var. Kimin gücü neye satırsa iyanə etsin. Normalde qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefona hüququn məsuliyyətinin verilməsi 10 manatdır. Amma ayın axırına qədər kampaniya edən, kimin gücü neye çatdı, ödəniş etsin. Kimin nəsi varsa, WhatsApp səsinə göndərsin. Ərzələrində yazılması ayın axırına qədər 30 manatdır, normalde 50 manatdır. Hörmətli izləyicilər, nəzərə alın. Mütləq qeyd edin. Onu da qeyd edin ki, videonun bir hissəsini şotda qoyan qısa o. Sonra yuxarıda videonun adını yazan ki, altında da yazın tam videoyu YouTube'da girib baxa bilirsiniz ki, baxın hər şey sizə aydın olsun. Hörmətli izləyicilər. Və yəni keçən mövzuya, deməli, birinci növbədə pensiyadan danışaq, nə etmək lazımdır? Hörmətli izləyicilər. Əgər 25 işləmişsinizsə, pensiya kapitalı yığılmışsa və sizin belirli əmək kitabınızda möhür var ki, falan şirkəti, falan təşkilatı işləmişsiniz, o halda mütləq qayda vaxtı itirməyib, həmin şirkəti verin məhkəməyə. Verin və pensiya kapitalının ödənməsi barədə tələb üyəsin. Bir variant bu. İkinci variant odur ki, hörmətli izləyicilər, siz 3 nəfər şahid tapar məhkəməyə müraciət edin ki, həqiqətən mən falan yerdə işləmişəm. Artıq ödəyib ödəməyib sizin yəni məsuliyyətsizdir. Hörmətli izləyicilər, nəzərə mütləq qeyd edin. Onu siz edə bilərsiniz. Ərazi üzrə inzibata məhkəməyə müraciət edərək. İndi bu barədə geniş məlumat verəcəm. Qısa sosial yardımdan bağlı məlumat verim. Əgər Ahmet almışsınızsa, mütləq qeyd edin. Ərazi üzrə məhkəmə icraçısına yaxınlaşın. Ondan kağız alın ki, nəyə görə Ahmet almışsınız. Ola bilsin vətəndaş Ahmet ödəyən xaricdə olsun, ola bilsin həbsxanada olsun. Ola bilsin müəyyən səbəblərdən Ahmet ödeyə bilməsin. Onu mütləq alın. Onda size sosial yardım mütləq verəcək. Hörmətli izləyicilər, nəzərə alın. Və əyri ilə bağlı. Əyri ilə bağlı belədir ki, siz 12 ay evdə müalicə aldığınızda və ya xəstəxanadan müalicə alırsınızsa, onun 6 ay sonra evdə müalicə aldığınızda, yəni əyrinin təminatı ilə bağlı müraciət edə bilərsiniz. Əgər imtina verilirsə, onda məhkəməyə müraciət edin, inzibata qaydada, inzibata məhkəməyə oradan nüvəsləndirin.